Ciyər iynəsi dedikdə, bu belə bir trend deyil, bu belə bir moda üçün deyil. Bu dölün RDS profilaktikası aparılır və bu da göstərişlə olmalıdır. Əgər bir qadın hamiləlik dövründə riski varsa, vaxtından əvvəl doğulacaq. Məsələn, cift gəlişidir, qanaxması var və yaxud da ki, eklampsiyaya girmə ehtimalı var. O zaman, bəli, biz dölün, ciyərlərin açılmasının profilaktikası üçün o iynəni vurarıq. Yox, əgər o risk yoxdursa, yəni boşu-boşuna o iynəni vurmasının heç bir əhəmiyyəti yoxdur. Əksinə, vurulan iynənin nə qədər müsbət tərəfləri varsa, o qədər də mənfi tərəfləri var. Bunu bəzən gələn xanımlar bilmirlər və bəli, bizdə adətən o hamilə bu hamilə danışanda mənə falan iynə vuruldu, sənə vuruldu, mənə falan analiz götürüldü, sənə götürüldü mü? Ancaq hər bir şeyin göstərişi olduğu üçün də bu dediyiniz RDS profilaktikanın da göstərişi var və göstərişi olmadan bu iynə vurulmaz. Ola bilərmi ki, ginekoloqlar həmin o keysəriyyədə bir problem yaşamasınlar deyənə öncədən zəmanət üçün, özlərini sığortalamaq üçün bunu vurdururlar? Ola bilər. Mən yaxşıyam deyən o iynəni vurdura bilər, ancaq yenə deyirəm, əgər göstəriş yoxdursa, o iynəni vurulmasının heç bir əhəmiyyəti yoxdur.